Şam şəhəri tərəfdə qoca bir kişi vardı. Uzaqlaşıb bəşərdən mələk kimi yaşardı. Toxuyardı özünə otdan əncərdən köynək, dolanardı minnətsiz hər gün kərpic kəsərək. İşdi əldən düşsəydi əmirlərin süpəri, deyərdi süpər edin qəbrimə kərpicləri. Onun kərpiclərindən tişdirsəydi kim məzar, sanardı rahat yatar, olsa belə günahkar. Bir gün yenə o qoca tərini silə-silə, əlləşərkən palçıqda saman ilə su ilə. Çıxdı böyürdən qəfil gözəl bir dəliqanlı, xitab etdi qocaya dili ahlı amanlı. Bu nə işdir görürsən, bu nə düşkünlük qoca? Yalnız qullar kölələr dözər zillətə bunca. Qalx ayağa, torpağa qılınc vurma bu qədər. Bir qarınlıq çörəyi səndən kimə sircəyər? Bu qəlibi at oda, yandır qoy külə dönsün. Bambaşqa bir qəliblə gün ağla sən özün üçün. Axirət dünyasını qazanmağa çalış sən, salma özün həkdən, əl çək bu daş kəsəkdən. Qoca sən qocalarla sən oturub durancaq, cavanların işini cavanlar görsün, burax. Qoca dedi, ay oğul, dəliqanlılıq etmə, öz işinlə şuğullan, mənə ağıl öyrətmə. Hər sənətin sahibi sənəti ilə yaşayar. Qocalar kərpic kəsər, kölələr yük daşıyar. Əziyyətli olsa da öyrəndim bu sənəti. Ki boynumda qalmasın bir kimsənin minnəti. Xəzinə yığmıram ki, məsxərəyə qoyulum. Əlimin zəhməti ilə dolanıram, ay oğlum. Çörək qazanıram mən, götürmə babalımı. Min harama dəyişməm bir günlük halalımı. Alovlandı gözəl gənc qocanın sözlərindən, gedəndə cildir-cildir yaş axdı gözlərində. Yetər, dünya qapısını çox döydün ey Nizami. İndi din qapısını döy, çatıb daha məqamı.